Artıq metroda qatar idarə edənlər arasında xanım da var. Bakı Metropoliteni tərəfindən təşkil olunan qatar maşinisti kursunu bitirən yeni maşinistlər fəaliyyətə başlayıb. 6 ay davam edən təlim proqramının nəticəsinə əsasən Bakı Metropoliteninin təlim-tədris mərkəzində keçirilən nəzəri və praktiki məşğələləri uğurla başa vuran 6 gənc qatar maşinisti peşəsinə yiyələnib. Yeni maşinistlərdən biri qeyd etdiyimiz kimi xanımdır. Məlumata görə hazırda 3 qrup üzrə təlimlər təşkil edilib və daha 3 qadın namizəd bu peşəyə yiyələnmək üçün hazırlaşır. Ümumilikdə isə 37 müdavim qatar maşinisti peşəsinin sirlərini öyrənir. Maşinist olmaq arzusuyla fəaliyyətə başlamış, tədrisə başlamış tələbələrimizin 6-sı artıq uğurla imtahanlardan keçərək maşinist vəsiqəsi ilə təmin olundu. Bugün məlumat üçün bildirim ki, Bakı Metropolitenində 250 maşinist çalışır ki, artıq onların sayı artırıldı və 6 yeni maşinistimizlə birgə 256 maşinistlə hərəkət qrafiklərimizi, sərnişin daşımamızı həyata keçirəcəyik.